Qadınlarda müşahidə olunan sonsuzluq haqqında danışacağım bugün. Sonsuzluq nədir? Təbii ki, sonsuzluq cütlüyün, yəni övladının dünyaya gəlməməsi və yaxud da gətirə bilməməsi nəticəsində qadın tərəfindən müxtəlif ortaya çıxan səbəblərdir. Bir çox qadınlarımız mütəmadi olaraq ginekoloq nəzarətindədirlər. Daima da ginekoloqun tövsiyəsi ilə müxtəlif analizlər verdikləri təqdirdə hər bir şeyin norma daxilində olduğunu göstərirlər. Amma buna baxmayaraq təbii ki, hamiləlik baş tutmur. Bu səbəblərin altında endokrinoloji problemlərin olmasını düşünmüşsünüzmü? Qadınlarda sonsuzluğun əsas alt səbəblərindən biri də endokrinoloji sonsuzluqdur. Nədir bu endokrinoloji sonsuzluq? Endokrinoloji pozğunluqlar nəticəsində ortaya çıxan müxtəlif hormonal testlərin səviyyələrinə baxıb ona uyğun olaraq endokrinoloq müalicəsi aparılmalıdır. Misal üçün, müraciət etmiş xanımlardan biri davamlı şəkildə ginekoloq müalicəsini almışdı və yaxınlaşmışdı ki, yeni ailə qurmuşuq, istəyirik dünyaya uşaq gətirməyə, məndə hamiləlik baş tutmur. Həyat yoldaşımda hər şey qaydasındadır. Məndə də ginekoloqum dəfələrlə yoxlayıb, həqiqətən də cinsi hormonlarının səviyyəsi də norma daxilində idi. Amma məndə hamiləlik alınmır. Bunun səbəbi nədir? Axırda bir əlacısız olaraq endokrinoloq olaraq mənə müraciət etmişdi. Qadının tiroid vəzinin hormonunu yoxlatdığımızda qadında kəskin şəkildə hipotireoz müşahidə olunurdu. Hipotireozla yanaşı olaraq insulin dirənci də müşahidə olunurdu. Qadın dəfələrlə aldığı müalicələrin sayəsində düşünürdü ki, o hormonal müalicələrin təsirində və yaxud da hər hansısa ginekoloji müalicənin təsiri nəticəsində onda bu şəkildə piyələnmə müşahidə olunmuşdu. Xeyr, bu həmişə də belə olmur. O xanımda piyələnmənin səbəbi insulin dirəncinin olması və hipotireozun olması idi. Vaxtında lazımi müalicələri aldığı təqdirdə xəstələrdə də ilkin olaraq effektləri biz görə bilirik. Ona görə də bütün sonsuzluqların hamısında endokrinoloji problemləri axtarmağınızı tövsiyə edirəm.